Salam dəyərli dostlar. Siz Göz-Gözə Show verilişindəsiniz və bu gün bizim studiyamızda çox maraqlı qonağımız var. Biz onunla çox maraqlı mövzulara toxunacağıq. Ona görə də yaxın durun. Bu videonu bəyənirsinizsə paylaşın, komment yazın. Biz çox böyük məmnuniyyətlə onu cavablandıracağıq. Və bizim studiyamızda Natavan Hüseynova. Xoş gəldiniz. Salam, çox sağ olun. Natavan Hüseynovanın çox maraqlı fəaliyyət sahəsi var. O ilkin olaraq həkim, nevroloqdur. Həmçinin psixoloqdur. Həmçinin estetik coach, neyroqrafika instruktoru və Beynəlxalq Neyrogeştalt Assosiasiyasının üzvüdür. Bəli, tamamilə doğrudur. Bir də tibb üzrə fəlsəfə doktoru. Nə maraqlı, çox maraqlıdır. Təşəkkür edirik ki, studiyamıza gəldiniz. Çox sağ olun. Bu sadalanların içində estetik coach gördüm. Nə deməkdir estetik coach? Bu çox coachlar var hal-hazırda, fərqli sahələrdə. Bəs estetik coach nə deməkdir? Əslinə qalsa estetik coach deyəndə biz coachluqdan uzaq getmirik. Sadəcə coachluğun belə deyək də onun istiqamətini gözəllik tərəfə çeviririk. Yəni insan hansısa bir məqama toxunanda, hansısa bir nəticəyə gələndə onu gözəllik üzrə, gözəlliyin qanunların üzrə gəlir. Əgər biz bu nə deməkdir bilmək istəsək, Maslow'un yəqin piramidasını bilirsiniz də. Maslow'un piramidasını bilirsiniz. Və o piramidanın 6-cı pilləsində estetik tələbatdır. Yəni ki, baza tələbatların təmin eləyəndən sonra, təhlükəsizliyi təmin eləyəndən sonra və s. 6-cı pilləyə qalxanda insan estetik tələbata məruz qalır. Vizual estetikadan söhbət gedir. Hal-hazırda biz sizinlə vizual estetikadan danışırıq, amma əgər Maslow'un piramidasından söhbət eləsək, estetika tək vizual olmur da. Yəni ki, kimsə mahnı yazmaq istəyir, kimsə nə bilim kitab yazmaq istəyir, kimsə rəsm çəkmək istəyir və s. Tələbat var. Deməli, hansısa bir fikrin mənası var orada da, hansısa bir fikrin. Baxın, əgər biz fikir versək ki, hamımız bilirik ki, çox coachlar, psixoloqlarla danışırlar ki, fikir materialdır da. Sir kinosu, sir kitabı kimi. Ay, sağ olun, sir kitabı kimi. O material bir şeydir də. Amma heç kəs yəqin ki, fikirləşmir ki, ümumən bütün bizim həyatımız boyu biz elə fikirləri materiallaşdırmağa çalışmışıq. Məsələn, dahilərin əsərləri, rəsm əsərləri, mahnılar, musiqi, nə bilim, fizika, matematika əsərləri. Yəni, bunlar hamısı estetik sayıla bilər. Öncədən təxəyyül, yəni ki, hansısa bir fikrin obrazı. Sonra isə estetikadan keçə-keçə onu qəbul etmək. Nə maraqlıdır. Çox maraqlı bir şeydir və mən ilk öncə bununla məşğul olanda demək lazımdır ki, mən bununla indi cavanlar deyirlər, mırta. Cavanların belə bir sözü var, mırta, elə-belə də. Mənə rəfiqəm dedi ki, bilirsən, mən psixologiya ilə məşğul idim, amma NLP, MAC, bax belə, mənim birinci baza anlayışlar, bəli, metodları ilə və ən birinci mən burada Bakıda deməli, professional psixoterapevtlər liqası, Moskvanın burada filialı var idi. Mən ora getdim, psixoanalizdən başladım. Ən birinci mənim kursum o idi. Psixoanalizdən başladım. Freyddən, Jungdan, Erik Bern'dən, elə də olmalıydı. Sonra isə NLP, MAC Ukrayna məktəbində nə bilim, mən rəfiqəm dedi ki, sən ümumiyyətlə görmüsən, internetdə indi belə çox maraqlı bir şey, bir reklamlar gedir. Bu hardasa bir 6 il bundan öncə idi. Təzə-təzə elə nədir o pandemiya məsələsi başlayırdı. Dedim, neyroqrafika hara, mən hara? Sən nə danışırsan?
Mən dedi, sən bax, sənə maraqlı olacaq. Bilmirəm, o məndə nə gördü ki, elə onu mənə yönəltdi belə. Mən Biz baxdım. neyroqrafikaya keçdik. Əslinə qalsa estetik coach neyroqrafika ilə məşğul olan bir insandır. Ona deyirlər estetik Tamam. coach. O zaman mən birazdan keçmək istəyirdim o məsələyə. Çünki neyroqrafika da mənim üçün maraqlıdır. Deməli, neyroqrafika ilə estetik coach məşğul olur. Bəli, Bir-biri ilə bağlı olan bir anlayışlardır. bəli. Neyroqrafika üsuldur. Estetik coach isə onunla O məşğul üsulu olan. tətbiq edən bir kəs. Bəli. Mən düşünürdüm ki, fərqli bir şeylərdir. Tamam, aydındır. Bu davam eləyin. Diplomda elə yazılıb da. Tamam, davam eləyin. Siz gör. Sadəcə mən necə sualı necə vermək istəyirdim. Mən işimlə bağlı bir neçə uşaq inkişaf mərkəzləri ilə işləmişəm. Ona görə də psixologiyadan, psixoloji üsullardan, bu rəsm üsulundan və s. mən çox rastlaşmışam və məlumatlıyam. Ona görə də soruşmaq istəyirdim ki, yəni bu neyroqrafika adlanan bir üsul rəsm çəkməklə bağlıdır. Mən düşünürdüm bunu yalnız uşaqlarda tətbiq edirlər. Xeyr, mən məsələn uşaqlarla işləmirəm. Ancaq yeniyetmələr, 15 yaşından yuxarı olan yeniyetmələr. Amma elə mütəxəssislər var ki, balaca uşaqlarla da məşğul olurlar, neyroqrafika ilə, məhz bu üsulla məşğul olurlar. Sadəcə onlar ayrıca bir kurs keçirlər. Mən onu keçməmişəm, mən uşaqlarla işləmirəm. Tamam. Deməli bu uşaqlarda mən gördüyüm bu rəsm çəkmə sözün açığı o fərqli bir üsuldur yoxsa eyni bir şeydir? Art terapiyanı siz nəzərdə Ay tutursunuz. sağ ol, art terapiya Art çox sağ olun. terapiyanı. Art terapiya tam başqadır, neyroqrafika tam başqadır. Tamam. Art terapiya terapiyadır. Adında da onun o anlayışında da var da, o adında da o anlayış var. Art terapiya. Terapiya, okey. Terapiya coachingdən nə ilə fərqlənir də? Terapiya insanın keçmişi ilə məşğul olur. Keçmişdə yığdığı o travmalar və s. və ilaxır. Coaching isə analitik coaching, ekzistensial coaching, estetik coaching, coachlar isə insanın keçmişi ilə maraqlanmırlar. Əgər insan istəmirsə, məsələn, gəlir yanıma klient deyir ki, mən pasiyent demək istəyirdim. Klient gəlir deyir ki, var, bilirəm, travmam var, istəmirəm, mən gələcəyə baxmaq istəyirəm. Coach məhz onunla məşğuldur. Yəni bu nöqtədən gələcəyə baxışla. Estetik coaching da coachingin bir hissəsidir də. Demək olar ki, bəli, ancaq bir alqoritm var neyroqrafikada. O alqoritmla insanın keçmişi ilə məşğul olmaq olar. Yəni belə bir hissəsi var neyroqrafikanın. Hissə deyil, tək bircə alqoritmdir. Məhdudiyyətləri aradan qaldıran alqoritm. Məhdudiyyətlər, biz onunla gəlirik də bu nöqtəyə. Elədir. Məhdudiyyətləri aradan qaldıran alqoritm. Tək ancaq o. Qalanları isə en qədərdir onlar. En qədər. Qalanları isə gələcəklə məşğuldur. Məqsəd qoyursan və ona nail olursan. Mənə həmişə belə bir şey maraqlı olub. Əsasda mən sizin səhifənizə baxdım. Sizin o bayaq sadaladım hamısını. Maraqlıdır ki, sizə müraciət eləyəndə siz necə müəyyən eləyirsiniz, hansı üsuldan istifadə eləyəcəksiniz? Bu psixoloji olacaq və yaxud baza psixologiyası olacaq və yaxud bu estetik coachingdən istifadə eləyəcəksiniz, neyroqrafikadan, əgər ondan danışırıqsa, seçimi necə eləyirsiniz? Yoxsa sizə müraciət etdikdə onlar özləri deyirlər ki, mən filan üsulu istəyirəm. Xeyr, bu belə deyək, klientdən mənə icazə versəz mən bəzən pasiyent deyəcəm. Elə mən o bir dənə sualım da ona aid olacaqdı. Pasiyent, klient yoxsa müştəri necə adlandırırsınız? Sadəcə həkim olduğuma görə mən pasiyent öyrəşmişəm də pasiyentə. Klient isə psixoloqlar pasiyent demirlər, onlar klient deyirlər. Coachlar pasiyent demirlər, onlar klient deyirlər. Mən çaşbaş qalıram. Gah klient deyirəm, gah pasiyent deyirəm. Mən necə rahatdırsa elə də deyirəm də. Yəni ki, ixtiyarım var da, deyə bilərəm. Olsun. O ki qaldı sizin suala. Məsələ buradadır ki, klient ya pasiyent o müəyyən eləyə bilməz hansı üsuldan psixoloq və coach istifadə eləsin. Onu ancaq psixoloq və coach müəyyən edir. Amma hər şey
mövzudan asılıdır. Sorğudan, Tələbdən, aha. sorğudan, ay sağ olun, zaprosdan asılıdır. Nə istəyir? Əgər gələcəyə baxırsa bu insan, məsələn, mən bilmirəm, ailə qurmaq istəyirəm, pul qazanmaq istəyirəm, işimi dəyişmək istəyirəm, yaşadığım yeri dəyişmək istəyirəm, evimi satmaq istəyirəm. Burada psixoloji nə var ki? Burada coaching məsələsidir, konkret. Panik ataka, PTSR, nə bilim, OKR. Bunlar hamısı psixoloji problemlərdir və ona uyğun olaraq hansısa bir üsuldan istifadə edirəm. Bəs tətbiq etdikdə neyroqrafikanı, birdən siz rastlaşırsınız ki, bu insanın beynində, məsələn, keçmişdən qalma bir travma var ki, sən evini satsan, yeni bir evdə sənin problemlərin olacaq. Belə bir inancı var, tutaq ki. İnancılarla da işləyirsiniz də, yəqin ki. Tutaq ki, belə bir inancı var. Ona görə də ev satışında satmaq istəyir, başa düşür bunu, beynində anlayır. Amma şuur altı onda gəlir ki, yəni satsan evsiz qalacaqsan. O halda siz üsulları qarışdırırsınızmı, dəyişirsizmi və yaxud nəsə bir şey, yenilik bir qatırsınızmı yəni o həmən pasiyentlə, klientlə işinizdə? Çox yaxşı sualdır, mən sizə deyim. Mən özüm tətbiq eləmişəm bunu, bax bu üsulu. Mən bunları birləşdirirəm bir yerdə. Məsələn, neyroqrafikada elə alqoritmlər var ki, GROW alqoritmi. GROW alqoritmi neyroqrafikaya aid alqoritm deyil, amma neyroqrafik üsulla onu çəkmək olur. Okay. GROW. Bu məhz məqsədlərlə işləmə alqoritmidir. Mən burada hər bir pointində də, hər bir məqamında, o alqoritmin 4 məqamı var da, hər məqamında mən makkartdan istifadə edirəm. Birləşdirirəm bunları. Ki bunun şuuraltısı, klientin şuuraltısı nə isə çıxartsın üzəriyə. Məsələ buradadır ki, mən ona heç bir psixoloq, heç bir coach məsləhət vermir. Bilirik. Mən əgər buna desəm bunu, mən görə bilərəm onu, siz dediyinizi. Görə bilərəm o inancı. Amma əgər mən bunu desəm bu insana, bu onu qəbul eləməyəcək. O gərək o özü ona gəlib çatsın ki, özü başa düşsün ki, bu inanc onda var. O inanc onda var, düzdür, tamamilə. Mənim isə məqsədim odur ki, onu ora gətirim. Dolayı yollarla da olsa gətirim onu ora ki, o görsün onu. Tamam, aydındır. Sualımı niyə verdim? O sualı niyə səsləndi? Çünki hal-hazırda yəni siz də razılaşarsınız ki, bizim ölkəmizdə bir çox mütəxəssislər var və onlar çox fərqli-fərqlidirlər və deyək ki, hər ay yeni mütəxəssislər və yeni sahələrin mütəxəssisləri yaranır. Onlar nə isə öyrənirlər xaricdən və s. Və o yerə gəlib çatmışıq ki, əgər mütəxəssis bir üsuldan istifadə edirsə, yəni o artıq digərlərindən geriləmiş olur. Ona görə də mən düşünürəm ki, bu sizin çox böyük üstünlüyünüzdür ki, siz fərqli-fərqli metodlardan istifadə eləyərək müəyyən bir məqsədə çata bilirsiniz. Bunu mən bir ildən bir balaca çox mən özüm terapiyada oldum. Və müraciət etdiyim mütəxəssis, o da müxtəlif üsullardan istifadə eləyibdi. Mən ona görə sizin bütün dedikləriniz mənə çox yaxındır əslində. Amma bu neyroqrafika məsələsi tam belə mənim üçün aydın deyil. Art terapiya biz müəyyənləşdirdik ki, mən bilirəm o nə deməkdir. Bu neyroqrafika haqqında bir balaca ətraflı məlumat verin. Təşəkkür edirəm sizin o mənə qarşı dediyiniz sözlərinizə görə. Məsələ buradadır ki, hər halda mən belə hesab eləyirəm. Bu, belə bir şeylərlə də, belə deyək, bunlarla məşğul olan insan, yəni ki, psixologiya ilə, coachinglə məşğul olan insan daima öz üzərində işləməlidir. Daima oxumalıdır. Mənə bir dəfə sual verdilər ki, sənin oxumağın bitmədi. Mən deyirəm, yox. Bəs nə vaxt bitəcək? Deyirəm, heç vaxt. Ömür boyu oxumalısan, nə isə yeniləməlisən, nə isə yenidən oxumalısan, yenidən bilməlisən. Nə isə, belə deyək, ruslar deyir, в курсе. Я должна быть в курсе всех дел, да? Надо быть в курсе.
O ki qaldı neyroqrafika. Yadınızdadır mən dedim ki, Mırta getdim, baxdım, görüm. Hə, biz orada qaldıq. Sizin rəfiqəniz sizə dedi ki, hal-hazırda çoxlu en qədər reklamlar var. Yəni bu xarici mütəxəssislərdən reklamlar gəlirdi. Moskvadan. Aha, tamam, Rusiyadan. Rusiyadan. Adətən onlardan bizə nəsə gəlib çıxır. Hə, siz baxdınız, sizi nə cəlb elədi? Mən baxdım, gördüm ki, nəsə bir maraqlı, belə qəribə, nə bilim, rəsmlər var da. Heç başa düşmədim bu rəsmlər. Qəribə rəsmlərdir, başa düşmədim bu nə deməkdir. Cəmaət nəyi çəkir? Mənə maraqlı oldu. Getdim birinci kursda oxumağa. Orada 3 modul idi də. 3 moduluna birinci modulə getdim. İstifadəçi modulu, onu götürdüm və oradan oxuyanda sözün düzü belə deyək də, çox şeyi başa düşmədim. Hətta mənim birinci mənim təhsilim həkim olduğuma görə, özdə həkim nevropatoloq. Tibb üzrə fəlsəfə doktoru. Yəni ki, alim. Mənim beynim biraz başqa cür işləyir. Mən hər şeyin sübutlarını istəyirəm. Elmi sübut. Elmi sübutu olsun bunun. Mən istəyirəm ki, mənə sübut eləsinlər. Amma istifadəçi də bunu eləmirlər. Və mən başladım suallar verməyə. Bu niyə belədir? Bu niyə? Hardandır bu? Mənə bir material verin, mənə bir, nə bilim, elmi tədqiqat verin və s. və ilə axır. Mənə dedilər, ay qız, ay qız. Özü də mən dərslərimi 3 modulun 3-ündə bu üsulun müəllifindən almışam. Yəni ki, professor, psixologiya üzrə doktor Piskaryov Pavel Mixayloviç. Ondan almışam. Və bütün suallarımı ona vermişəm. Yəqin orada o da fikirləşib ki, bu nə özünü öldürür, cırır, burada dağıdır ki, mənə sübut ver və s. Dedi ki, bəs o biri modullərdə götür, biləcəksən. Getdim mütəxəssis moduluna. Götürdüm onu da. Orada başladım oxumağa. Paralel olaraq psixoloq kimi fəaliyyət göstərirdiniz, Bəli. yoxsa həkim, nevroloq, nevropatoloq kimi? Yox, psixoloq kimi. Psixoloq olaraq. Psixoloq kimi fəaliyyət göstərirdim və çox şeyi başa düşdüm. Amma yenə də nəsə çatışmırdı. Nəsə qaldı. Nəsə qaldı da orada. Onu bilirsiniz, mən elə dəqiqliklə hiss eləyirdim, içimdə hardasa, şuuraltı ilə hiss eləyirdim ki, mənə bundan da çox lazımdır artıq. Amma artıq bu üsulla məşğul olandan sonra, bu mütəxəssis modulunu götürəndən sonra mən hiss elədim ki, bu doğrudan da mənim rəfiqəm düz deyirmiş. Mənimdir bu. Bu çox şeylər verdi mənə. Mənim birinci rəsmim özümün birinci rəsmim birinci kursda. Mən fikir verirəm, bizi bölmüşdülər qruplara. Mənə də bir qız düşmüşdü qrupda, o Omskdan idi. Biz elə bir ki, rəsmlərimizi dəyişirdik də. Mən öz rəsmimi ona göstərdim, o rəsmini mənə göstərdi və analiz eləyirdik də. Belə. Sonra da təhvil verirdik. Superviziya deyirlər buna. Və o deyir ki, mən çəkirəm, filan şey baş verir. Mən çəkirəm, filan şey baş verir. Çəkirəm, bunu eləyirəm. Çəkirəm, o baş verir. Mən də buna deyirəm ki, mən çəkirəm, heç nə baş verir. Necə? Bu necə olur ki, sən çəkəndə hətta bir şey mənə danışmışdı. Deyir ki, mənim deyir həyat yoldaşım heç vaxt icazə vermirdi ki, mən onun nədir o velosiped nədir? Əl vurum, barmaq vurum deyir də. Mən çəkdim onu deyir, mövzum o idi. Ki, bəs mənə icazə versin. Aha. Da. Harasa deyir komandirovkaya gedirdi. Gətirdi deyir maşının açarını verdi ki, istifadə eləyərsən. Deyir, mən deyir mat qaldım, təəccüb elədim. Deyirəm, ay qız, mən çəkirəm, məndə heç nə baş vermir. Bu nətər olan şey? Sonra. Deyir, mənə dedi ki, sən deyir, mövzun nədir? Mən ona rəsmimi göndərdim. Dedim, mövzu nədir səndə? Mən də orada birinci kurs tələbəsi, bu modulun birinci kursu. Bəli, istifadəçi birinci kursuda. Tələbə, təzə gəlmiş bir insan yazır ki, mən Piskarovla görüşmək istəyirəm. Bu üsulun müəllifi ilə görüşmək istəyirəm. Tamam, amma pis sorğudur ki. Nə vaxt o həyata keçməli idi? Bunun istəkləri, mövzuları momentdə, bu moment nədir, həyata keçə bilər də. Yəni ki, bu onu eləyə bilər.
Amma mən bu istifadəçi Piskaryovla modulunu götürərək Piskaryovla görüşmək mən necə mümkün onunla deyil. görüşə Tamam, başa bilərdim? düşdüm. Başa düşdüm. Ancaq efirdə. Qeyri-real bir şey Qeyri-real. istəmişsiniz. Aha. O baxdı mənim rəsmimə belə götürdü, baxdı rəsmimə belə dedi, bilirsən, mən burada sənin onun təhlili idi də o. Mən onu görmürdüm. Mən burada deyir sənin istəyimin zarodış formasında olmağını görürəm. Bu böyüyə bilər, amma indi yox. Elə bil ki, sən zaman zolağında çəksən onu, sən bilərsən o nə deməkdir. Elə bilirsiniz, mən Piskaryovla görüşmədim. Görüşdüm. Birinci modulda, Yox. sonra Üçüncü modulda. üçüncü. Getdim Moskvaya. Görüşdüm onunla. Şəkillərim də var mənim Instagram səhifəmdə var. Şəkillərim də var və bütün bunların hamısını ona danışdım. Ümumiyyətlə bu neyroqrafika hardan gəlib? Bunun kökü hardadır? Bu Piskaryov özü İsraildə yaşayarkən orada həkim işləyib də. O müəllifdir. O Özü yaradıb da bu özü üsulu. yaradıb, bəli, özü yaradıb. Neçə kitabları var, neçə elmi işləri var. Mənim də elmi işim var. Mən axırda institutu bitirəndə mən elmi iş yazdım. Neyroqrafikaya üzr. Yəni bu bir kurs deyil də, bu əməlli bir institut kimi gedir də. Bəli. Psixologiya, yaradıcılığın psixologiyası institutu. Çox maraqlıdır. Aha. Onun rektoru da Pavel Piskaryovdur. Okey. İlk baxışdan mən baxıram bu gətirdikləriniz rəsmlərə və heç nə anlamıram. Birinci modulda olduğu kimi. Nə yalan deyim, heç nə başa düşmürəm. Dəyərli dostlar, siz nəsə başa düşürsünüz. Okey. Kimdir sizin müştəri? Klient fərq etməz. Yəni tutaq ki, adam gəlsin desin mən neyroqrafikadan istəyirəm. Kimdir o adam? Onun sorğusu nə ilə bağlı olmalıdır? Mənim klientlərim demirlər ki, mən neyroqrafikadan istifadə etmək istəyirəm. Onu mən onlara təklif eləyə bilərəm. Hə, bu öncəki sual vermişdim. Siz müəyyən edirsiniz. Mən onu təklif eləyə bilərəm. Məsələn, mən görsəm ki, hələ də bu insan rəsmə, inamdan söhbət getmir. Yox. Məsələn, insan depressiv yox, subdepressiv vəziyyətdə gəlir də, subdepressiv vəziyyətdə. Mən buna deyirəm ki, götür kağızı, ağ kağız verirəm, başla çəkməyə, rəsm çəkməyə. Mən deyəcək ki, mən burada nə hayda, sən nə hayda. Bu subdepressiv vəziyyətdən gərək mən bunu çıxardım ki, bunu yavaş-yavaş buna rəsm çəkməyə vadar eləyim də. Elə bir ki, pillə-pillə ona çatırıq da. Malin kimi şaşkami deyirlər NLP-də. Bəs inanmayanlarla rastlaşmısınız ki, rəsm olub. Elə də olub. Amma çəkəndən sonra deyirlər ki, "Vau, bu nədir?" Bax belə. Olub. Biznesmenlər adətən gəlirlər ki, deyirlər ki, siz orada nəsə çəkirsiniz. Siz özü də. Siz orada nəsə çəkirsiniz və mənim işlərim yaxşı getsin. Bir dənə çəkə bilərsiniz. Salam verin. O halda oturmaqla, abrakadabra, sələbim. Bilirsiniz, bizim beyin belə yaranıb da, belə işləyir bizim beyində. Bilmədiklərimizdən qorxuruq da və yaxud atritsasiya eləyirik də, belə deyək, inkar edirik. Ən böyük qorxu beyin üçün də, ən böyük qorxu это страх неизвестности. Неизвестность. Да, страх неизвестности. Hətta ölüm qorxusundan da. Əgər mən bilmirəmsə nə baş verəcək. Niyə görə? Çünki o doom scrolling deyirlər, nədir? Biz adətən nə bilim verilişlərə baxanda və yaxud da ki telefonda nəsə bu lentalara baxanda da biz əgər orada kiməsə mükafat veriblər, kiməsə nə bilim kimsə yaxşı bir şey tətbiq eləyib, ondan vaz keçirik. Amma kimsə dava eləyib, dalaşıb, kimisə öldürüblər, hardasa nə bilim müharibə baş verib, ora giririk, baxırıq. Niyə? Buna doom scrolling deyirlər. Niyə? Çünki beyin belə işləyir. Beyin üçün təhlükəsizlik ən birinci bir baza tələbatıdır, təhlükəsizlik. Mən əgər təhlükəli olan yerdən məlumatım olsa, mənim beynim mənə belə bir siqnal verir. Mən oradan çıxış yolunu tapacam.
Neynirəm mən o mükafatları? Veriblər də. Yəni ki, bax belə. Bu da insan bilməyəndə bu nədir? Ona görə də mən treninq aparıram. O istifadəçi treninqi mən indi özüm aparıram. Ki gəlin, baxın, özünüz də eləyə bilərsiniz bunu. Probleminiz yarananda da axtarmayın Natıman xanım hardadır. Bir özünüz də oturub bunu çəkə bilərsiniz. Xüsusi alqoritmlərlə. Başa düşəndə ki, bu nədir və özündə onu istifadə eləyəndə ki, nədir? Nədir bu? Nədir bu? Əl çəkmirlər. Artıq deyirlər ki, mənim elə rezultatlarım var ki, elə nəticələrim var ki, məsələn, bir nəticəmə görə mən elmi məqalə yazdım institutda. Sonra mənə doktorski təklif elədilər, getmədim. Hər halda hələ getmədim. Bəlkə getdim. Yolunuz açıq olsun. Çox sağ olun. Hər şey inşallah düzəlsin. Deməli, mənim bu elmi işimin mövzusu belə idi. Deməli, selektiv mutizm olan xəstələrin psixoloji dəyişmənin neyroqrafika alqoritmləri ilə müşahidəsi. Selektiv mutizm bilirsiniz nədir? Selektivная мутация? Нет, mutizm. Mutizm это insan danışmayanda. Aha. İnsan danışmayanda. Buna mutizm deyirlər. Selektiv mutizm isə vыборочно danışanda. Yəni ki, mən sizinlə danışıram, amma başqası ilə danışmıram. Və yaxud da ki, mən ətrafdakılarla danışmıram, amma özümlə danışıram. Beyin blok qoyub da. Yəni ki, hansısa bir, bəli, ünsiyyətə, danışmağa. Ünsiyyətə yox, danışmağa. Məhz danışmağa. Mən bu insanla bütün alqoritmləri keçdim. Soruşun məndən nə oldu axırda? Danışdı. Hamı ilə, onda da seçimlə idi. Kimləsə ümumiyyətlə danışmırdı. Ümumiyyətlə heç kəslə danışmırdı özündən başqa. Özü ilə ancaq evdən məsələn mahnı oxuya bilərdi. Mən həkim olduğuma görə, bax burada mənim həkimligim mənə kömək elədi. Mən onu göndərdim, yoxlatdırdım da. Yəni ki, səs telləri, uzi, filan, nə bilim, MRT gətirmişdilər mənə və s. və ilaxır. Başqa getdikləri həkimlərin nəticələrini heç nə yoxdur, psixosomatika. Heç nə tapmayıblar bu insanda, psixosomatika. Yavaş-yavaş bu insan başladı ucadan oxumağa, nədir, danışmağa. Həyatı boyu elə olub o, yoxsa həyatında nəsə baş verib ondan sonra olub? Baş verib, amma mən bilmirəm nə. Araşdırmamısınız, keçmişə qayıtmadınız. Qayıtmadıq, istəmədi. İnsan istəməyəndə mən necə ora qayıda bilərəm? Əlbəttə, sözsüz, onun icazəsi olmadan. O istəmədi. İstəmədi, olsun. Yəni, belə deyək də, mən düşünürdüm ki, adam gərək keçmişdə baş verənləri həll eləsin. O, bütün nə var orada, hamısını həll eləsin. Sonradan bu nöqtədən artıq qabağa getməyi sonra başlasın. Yəni, yenilikləri, keçmişdə baş verənləri yerbəyer etdikdən sonra qabağa getsin. Amma mən belə başa düşürəm ki, sizin bilikləriniz, bacarığınız və vəzifələriniz sizə, yəni öyrəndikləriniz, bilikləriniz sizə imkan verir ki, siz keçmişə qayıtmadan adamı A nöqtəsindən B nöqtəsinə qədər ötürə bilirsiniz. Sizinlə psixoloqlar razılaşardılar ki, bəli, gərək psixoloqlar, psixiatrlar, psixoterapevtlər ki, gərək keçmişin həll eləsin sonradan. Gestalt terapevtlər vəbşi ümumiyyətlə deyərdilər ki, o gestaltları bağlamasan, irəliyə bilməzsən. Amma coachlar sizə deyərlər ki, mütləq deyil. Əgər mütləq deyil ki, sən o ağrını yenidən keçəsən. Yenidən. O demək deyil ki, sən o ağrını keçsən, gestaltı bağlayacaqsan. Bəs o danışmağa başlayan adam, elə bir, yəni biz deyə bilərik ki, o nə vaxtsa ona qayıda bilər o vəziyyətə. Onu bir Allah bilə bilər. Onu mən bilmərəm. Onu mən bilmərəm. O vəziyyətə qayıdar, yoxsa o vəziyyətə qayıtmaz, onu bilmərəm. Bilirsiniz, hər şey insanın iradəsindən asılıdır. İnsanın özündən asılıdır. Bu artıq çoxdan alimlər tərəfindən müəyyən edilmiş və sübut edilmiş bir şeydir. Biz, insan qərara şuuraltı ilə 0,5 saniyə tez irrasional sferadadır da bütün cavablar. 0,5 saniyə
daha tez gəlir. Nəinki sonradan şuur ona başa salır ki, niyə görə belə nəticəyə gəldi. Yəni ki, bütün qərarlar, bütün sualların cavabları şuur altıda var. Artıq mövcuddur. Bununla bu Biz qərarları onu oradan çıxardırıq. oradan çıxardıb alqoritm elə qurulub ki, o alqoritm demək olar ki, bir genial bir şeydir o alqoritm. Elə qurulub ki, sən istər istəməz insanı o şuur altıdan o qərarları çıxartmağa vadar eləyirsən. Və sözsüz ki, ən doğru qərar insanın özünün verdiyi qərardır. Öz iradəsi ilə öz verdiyi qərar sözsüz. Siz mənə deyin, bəs bu rəsmləri çəkmək, məsələn, mən baxıram indi, düşünürəm ki, mənim üçün çətin olar. Əsasda mən çox vaxtı sərt xətlər çəkirəm. Burada isə çox belə yumşaq xətlərdir. Yoxsa sərt olanları da var. Mən gördüm orada. Vacibdir ki, insan rəsm çəkməyi bacarsın. Çünki məsələn mən çox gözəl çirkojlar eləmişəm məktəbdə, amma rəsm çəkməyə gəldikdə dəhşət idi də. Yəni mən beynimdə bir şey görürdüm, əlimdən başqa bir şey çıxırdı. Vacibdirmi ki, mən rəsm çəkməyi bacarım? Xeyr, vacib deyil. Coach sizi həmən o dediyim alqoritmin punktları ilə aparacaq, özü aparacaq. Və siz axırda görəcəksiniz ki, bəzən mənim klientlərim gəlib deyirlər ki, yo, baxırlar mənə deyir, yo, mən bunu çəkə bilmərəm, yo, mən bunu çəkə bilməyəcəm. Axırda çəkəndə deyir ki, bunu mən çəkmişəm. Məsələn, burada rəsmlər, bu mənim klientimin rəsmidir. Burada heç rəssam yoxdur. Amma mən bir sistematika, bu nə qəşəngdir. Bu bilirsiniz nəyə oxşadı? Bir dənə kino var, Человек Muravey. Orada onlar zada düşürlər. Kvantovi mühitə düşürlər. Ona oxşuyur. Ola bilsin. Bu Grow'dur. Grow. Bu da Grow'dur. Həmən alqoritm. Bu məqsəddir. Goal. Bunlar oxşuyur bir-birinə. Goal, realities, opportunities and way to go. Grow. Bilirsiniz, sizin sualınıza qayıtdıqda ki, rəsm çəkmək. Bilirsiniz, neyroqrafikanın 10 prinsipi var. Qızılı qaydaları da, belə deyək. 10 prinsipi var. Və bu 10 prinsiplərdən biri deyir ki, rezultat nəticəmiz имеет бионическое решение. То есть, nəticə bionik qərara malikdir. Bionik nə deməkdir? Siz dediniz, mən düz xətləri çəkməyə xoşlayıram da, qrafik xətləri çəkməyə xoşlayıram. Amma təbiətdə düz xət yoxdur. Bilirəm. Bu bionikdir. Təbiətə uyğun bir şeydir. Siz dediyiniz o düz xətlər mən gördüm orada. O düz xət, ona katarsis deyirlər. Biz hansısa bir emosional vəziyyətimizi o düz xətlərlə, hansısa bir cızmaqara ilə kağız üzərində keçiririk, keçirə bilərik. Amma bizim beynimiz üçün bu qeyri-adi bir şeydir. Qeyri-adi bir şey olmayacaq. Yox, deyəcək ki, var da bir şəkildir də, bildim. Okay. Amma nə edeyim mən bu şəkillə? Necə eləyim? Biz onunla, beyinlə, qrafik dildə başlayırıq danışmağa. Qrafik dilin 3 hərfləri var. Dairə, 3 bucaq, 4 bucaq və bunları bir-biri ilə birləşdirən neyroqrafik zolaq. Deməli, bizim beynimiz bizim ətrafımızda və yaxud şuurumuzda mövcud olan bir fikirləri və yaxud ətrafımızda olan hadisələri və yaxud istəkləri bu formada saxlayır özündə? Bu formada, bu bir koddur. Mən onu soruşmaq istəyirəm. Yəni, elə bir kodu nəyəsə vermək üçün gərək o nəsə bu kodu oxumağı bacarsın. Və bizim beynimiz demək ki, məlumatı bu qaydada, bu formada qavraya bilir. Və əgər qavraya bilirsə, deməli onun içində bu məlumatlar bu formada yerləşir. Bəs, tamamilə doğrudur. Sizcə bu rəsm nəyə oxşuyur? Və yaxud da ki, bax, bu birləşmələr nəyə oxşuyur? Neyron birləşmələrinə oxşuyur? Bəli, çox. Gördünüz? Sizin beyniniz dedi ki, bəli, çox. Bildim. Yəni ki, biz beyinlə
Onun dilində onun danışır. dilində Hə, danışırıq. aydındır. Ona Onu yaxın bir soruşacaqdım. dildə danışırıq. Başa düşdüm. Və bundan əlavə də hələ Jung deyib ki, Jung o vaxtı deyirdi ki, 1998-ci ildən söhbət gedir. O deyirdi ki, bizim içimizdə, beynimizdə, bizim şuuraltımızda dairə bir fiqur kimi böyük bir məna daşıyır. Hansı məna? Təhlükəsizlik mənası. Bazovaya potrебность. Aha. Təhlükəsizlik, dairə. Dairə. Məhz dairə. Gəlin belə necə deyim, ətrafımızda Bu olanlara fikirlərə necə gəlib o? məsələn, Azteklər, Aha. nədir, Daosistlər yerdə mandala çəkirlər. Aha. Nə bilim pesokda, nə bilim də qumun üstündə çəkirlər, mandala çəkirlər və xəstə adamı qoyurlar onun içinə. Ki bu nədir? Şamanlar, nə bilim nələr, düzdürmü? Meçidlərin günbəzi nə formadadır? Это kupol. Da, Aha, dairə. dairə. Düzdürmü? Kilsələr də eyni. Kilsələr də eyni. Sonra o xristianların o nədir çəkilləri o ikonalarda, onların başlarının üstündə nədir? Nimb. Nə Aha. formadadır? Dairə. Dairə. Ay, nə maraqlı. Hə. Dairə təhlükəsizlik, qarmoniya deməkdir beyin üçün. Yəni mən dairəni görəndə Özümü rahat hiss edirəm. özümü rahat hiss edirəm, təhlükəsiz hiss edirəm. Məsələn, gestaltistlər deyirlər, gestalt nə deməkdir? Целостность, bütövlük. Ən bütöv fiqur hansı bütöv fiqurdur? Dairə. Dairə. Yəni ki, gestalt nə deməkdir? Dairəyə çevirmək. Başa düşdünüz? Nəsə maraqlıdır açıq olanda əslində. dairəyə çevirmək. Üç bucaqla dörd bucaq da var mən dediyim kimi. Bəs siz bayaq dediniz üç bucaq, dörd bucaq. Elə deyəcəydim ki, bəs orada axı düz xəttlərdir. Üç bucaq, dörd bucaq. Biz o neyroqrafik zolaqla çəkirik üstünü. Üç bucağı çəkirik əvvəl elə bir avatar kimi də çəkirik. Amma sonra üstünü düzəldirik neyroqrafik zolaqla ki, bizim beynimiz qavrasın. qavrasın, başa düşsün. Görürsünüz necə yaxşı başa düşdünüz indi. Anladım. Sadəcə beyin üçün o nədir? İti yerlər, iti bucaqlar. Da? Nə deməkdir sizcə? Təhlükəli bir şeydir də. Hə. Təhlükə. Aydındır. Ondan qaçır. Biz onu hə. yuvarlayırıq ki, o təhlükəsizlikdə özünü hiss eləsin. Və ona gələn məlumatı tam olaraq Təhlükəsiz kimi özünə mənimləsin, bəli. Üç bucaq məsələn hərəkət deməkdir. Dörd bucaq isə stabillik deməkdir. Ну, да, logично. Çox maraqlıdır. Hə, rəsmə gəldikdə isə, yəni rəsm çəkməyi bacarmaq Xeyr. mütləq deyil. Sizi estetik coach aparacaq. O alqoritmlə aparacaq. Sizə göstərəcək. Daha doğrusu göstərməyəcək. Deyəcək ki, nə etmək lazımdır və siz özünüz onu eləyəcəksiniz. Bu ağ vərəq, vərəqin bu ağ tərəfi də, ağ vərəq sizin beyninizin bir hissəsidir hesab eləyin. Sizin. Mən ora heç cürə müdaxilə eləyə bilmərəm. Siz gərək özünüz eləyəsiniz bunu. Sadəcə mən sizə deyə bilərəm. Mən sizə onun qayda qanununu göstərə bilərəm. Amma heç cürə müdaxilə eləyə bilmərəm. Mən çox sevirəm hekayələri. Hekayələri və belə bir hekayə var. Deyirlər ki, bilirsiniz niyə görə hekayələri sevirəm? Çünki beyin çox maraqlı bir orqandır. Həm bir tərəfdən tənbəldir, həm də o bir tərəfdən eşitmək azdır ona. Mən əgər nə isə danışsam, ona azdır. O gərək həmən şeyi görsün. Görsün, hə. Həmən şeyi bir görsün də. Burada həm eşidir, həm görür. Eşidir, yəni siz yönləndirirsiniz də, sizin sözlərinizi eşidir, düzdür? Bəli, mən sual verirəm, coach sual verməlidir. Mən sual verirəm ki, onun içindən onu çıxardım. Çəkə-çəkə bu insan 4 nöqtəyə nəzərin çevirir də. Tamam, bir dəqiqə. Deməli, biz nə qədər desək də... Hekayə qaldı. Necə? Hekayə qaldı. Bağışlayın. Bu hekayəni danışım. Yaxşı. Başa düşəcəksiniz. Deyir, Allah canlıları yaradanda, deməli, dedi ki, fikirləşdi ki, qoy mən onların özlərindən soruşum, onlar nə istəyirlər və yaradım da, onlar nə istəyirlər, elə də yaradım. Birincilər gəldilər, dedilər ki, biz uçmaq istəyirik. Allah onlara qanat verdi, dedi uçun.
O birilər gəldilər, dedilər ki, biz nədir, qaçmaq istəyirik. Onları heyvan elədi və onlara əl-ayaq verdi ki, onlar qaçsınlar. Axırıncı gələnlər dedilər ki, biz özümüz istəyirik hər məqamda müəyyən eləyək ki, biz nə olmaq istəyirik. Onda o onlara şuur verdi və onları insan elədi. Как это сильно. Da, поэтому hər insan öz içində olanları çıxardıb bu öz beyninin içində olanları o ağ vərəqə keçirdəndə, onu eşidib və görəndə nəticə mütləq olacaq. Hə. Onu da soruşmaq istəyirdim ki, qarantiya tələb eləyirlər sizdən. Yəni Mən də özümdə müştərilərlə işləyirəm də, belə deyək, yəni öz işimdə. Və bilirəm ki, bir çox hallarda, həmçinin də bu reklam məsələsi və s. yəni mən bilirəm ki, mənim müştərilərimə belə bir sualı verirlər. Siz buna qarantiya verirsiniz? Məsələn, mən sizə bir sorğu ilə gəlmişəm ki, mən evimi satmaq istəyirəm. Siz məndən bu neyroqrafika ilə məşğul olursunuz. Sizdən qarantiya istəyənlər olur ki, mən məsələn sizə gəlirəm, sözsüz ki, sizin seanslarınız ödənişlidir və s. Onlar deyirlər ki, siz söz verirsiniz ki, sonunda mən evimi satacağam. Mən sizə belə cavab verərəm. Piskaryova bir gün sual veriblər ki, bu necə olur? Mən çəkirəm, mənim ancaq pulum gedir, amma mən heç nə əldə eləmirəm. O da belə bir cavab verib. Əgər sən çəkirsən, heç nə eləmirsənsə, sən pulları ancaq markerlərə, nə bilim, o tekstovyudilələrə və kağıza sərf eləyəcəksən. Əlbəttə bu sənin Yəni bir möcüzə deyil də bu. Əlbəttə. Möcüzə var vəbşə dünyada. Bilmirəm, ümumiyyətlə. möcüzə var. Hamı Natəvan istəyir xanım. möcüzə. Möcüzə mən sizə belə cavab verərəm. Mənim Verin. essem belə idi. Mən axı həkim olaraq skeptikam da. Mənə demədim ki, mənə öncədən dediniz, bəli. Mənə sübut lazımdır. lazımdır. Esseni yazanda mən belə bir ifadədən istifadə eləmişəm. Mən yazdım ki, möcüzə dünyada var, amma sehirbaz sən özünsən. Əgər sən özünsənsə o sehirbaz. Deməli, sən isə hərəkət eləməlisən. Bəli. Ona görə də mən bütün insanlara deyirəm, mənim yanıma gələnlər hələ qarantiya istəməyiblər, sözün düzü. Bunu kəsərsiniz, qoy istəməsinlər. Onların beyninə pis fikirləri aşılamayın. Hələ istəməyiblər məndən qarantiya, hələ sual verməyiblər mənə. Amma mən düşünürəm bu sizin peşəkarlığınızdan irəli gəlir. Bəli. Çünki çox vaxtı sizin kimi mütəxəssislərə kimdənsə eşidib yəqin ki, gəliblər. Mən sizin sosial şəbəkələrinizdən indi birazdan bir sualım var, sizə verəcəm. Amma yenə də mən düşünürəm, məsələn, mən getdim, mənə kömək oldu və kiməsə təklif eləyir. Belə çox gəliblərmi sizə? Mənə bilsəniz necə yanıma gəliblər? Gəliblər ki, tutalım, mən bir çox mütəxəssislərin yanında olmuşam, amma mənə kömək eləməyib. Mən kolleqalarımın işinə heç cürə müdaxilə eləyə bilmərəm. Hərənin öz işi var, hərə özünə görə mütəxəssisdir. Sadəcə mən bunu deyə bilərəm ki, əgər siz məhz neyroqrafikanı kiminləsə çəkirsinizsə, məhz bunu kiminləsə çəkirsinizsə, heç olmasa onun diplomunu istəyin də. Heç olmasa soruşun, bala, sən haranı bitirmisən? Kim olub sənin müəllimin? Bu, bilirsiniz, bu mütəxəssisin, sizin, yəni ki, psixoloqunuzun və coachunuzun məsuliyyəti deyil, bu sizin məsuliyyətdir. Əgər siz kiminsə yanına gedirsinizsə, bir öncədən bir baxın, görün, bu mütəxəssisdir ya yox. Hə, deməli sizdən əvvəl hansısa neyroqrafist onlarla işləyib, onlar bir nəticə almayıblar, sonra sizə Sonra deyirlər ki, bu heç nə, şarlatanство. Nədir ki bu, heç nə. Amma bu psevdo peşəkarlar çoxdur da bazarda, yoxsa? Конечно, çoxdur, əlbəttə çoxdur. Mən onları görürəm. Əvvəl o təzə mən başlayanda, mən onları görəndə məni o trigeriz eləyirdi də. Bu düzgün eləmir, onu düzgün, hani burada düz zolaq var, hani neyroqrafik zolaq, ay filan punktu eləməyib, mən nə bilim, nə. Hətta yazırdım da onlara.
təsəvvür edirsiniz ki, düzgün eləməmisən, bunu düzəlt. Sonradan mən öz supervizoruma bu sualı verəndə ki, bəs belə də, bu nədir? Bunlar harda oxuyurlar? Yəni bu mənə qayıdıb mənə sual verdi ki, onların təhsili kimin məsuliyyətidir? Onların müştərilərinin də söz. Səninmi? Sən nədən qorxursan? Bu sual məni belə bir ki, həyata qaytardı. Ondan sonra mən vaz keçdim. Dedim ki, bu mənim məsuliyyətim deyil. Mən ora enerjimi niyə sərf eləyirəm? Qoy elə onların hər qazanın öz qapağı var. Başa düşürsünüz? Söz. Hər mütəxəssisin öz klienti var, öz müştərisi var. Onların müştərisi onlarındır. Mənim takımın adı da. Takımın adı da. Я могу только efirdən demək ki, soruşun. Diplomu soruşun. Soruşun. Mütəxəssisə gedirsinizsə belə. Amma siz möcüzə istəyirsinizsə, sehirbaz siz olmalısınız. Özünüz olmalısınız. O möcüzəni özünüz eləməlisiniz. Eləyirlər də. Sizin o sualınıza cavab. Biri mənlə çəkirdi, ev satmaq istəyirdi. Özdə tez bir zamanda 1 il idi, sata bilmirdi, amma ona pul lazım idi. Tez bir zamanda onu satmaq istəyirdik. Çəkirdi və çəkə-çəkə təxəyyül eləyirdik də biz. Воображение первично. Təxəyyül birincilidir. Təxəyyül eləyirdi öz klientlərində. Kim gələcək yanına, necə gələcək, nə deyəcək, nə edəcək və s. və ilə axırda punktlarla keçə-keçə. Nəysə, bir aydan sonra bu satdı evini. Satdı, həmən istədiyi pula satdı evini. Və mənə zəng edib deyir ki, siz hardan bilirdiniz ki, mən evimi məhz bunlara satacağam? Təxəyyül elədiyi insanlara. Mən bilmirdim. Hardan? Mən çəkə-çəkə deyir, o dediyim o cavan ailə gəldi, cavan oğlan, cavan qız, onlar aldılar deyir mənim evimi də belə. Dedim, məyər bunu mən demişəm? Bunu özünüz deməmisinizmi? Bu mənə bilirsiniz nəyi xatırlatdı? Çox üzr istəyirəm. Bu bir ara çox məşhur idi. Hamı da onu tətbiq eləyirdi. O karta желаний. Vizualiziruy. Maşın istəyirsə maşın şəkli, ev istəyirsən ev şəkli, nə bilim nə. O bəs necə işləyir? İşləyirmi? Onu bilmirəm. Onu mən sizə deyə bilmərəm karta желаний. Mən karta желаний biraz başqa cür başa düşürəm. Məsələn, biz yenə də Mırta kolleqalarımızla yığılmışdıq hamımız. Yəni ki, orada çox başqa ölkələrdən, başqa şəhərlərdən olanlar hamımız yığılmışdıq bir məkana və karta желаний çəkirdik. Amma biz karta желаний neyroqrafik üsulla çəkirdik. Ona görə siz indi danışırdınız o hadisəni də, praktikanızdan olan hadisə haqqında. O mənə həmən o karta желаниянı xatırlatdı. Biraz başqa şeydir bu. Biraz başqa şeydir. Karta желаний sən nəyirsən, hardansa kəsirsən, çıxardırsan, kiminsə çəkdiyini, düzdürmü? Və kleyləyirsən bunu. Elədir, elə? Düzdürmü? Yəni onu kleyləyə də bilərsən, onu elektron formatda da saxlaya bilərsən telefonunda ki, gözün daimi onu görsün. Burada biraz başqa şeydir. Burada alqoritm, baza alqoritmi deyirlər buna. Əsas alqoritm. Bu əsas alqoritmin punktlarından mütləq keçməlisən. Heç yerdən sən heç nə kəsib çıxartmırsan. Bu baza alqoritmi səni şuurdan şuuraltıya, şuuraltının da axı pillələri var. O pillələrlə aparır. Индивидуальное, коллективное подсознание, это же вы знаете, bilirsiniz, да? Коллективное это Юнг придумал, да, и так далее. Не знаю, кто prидумал, но Да, termin dedikləriniz var beynimdə. Onlar da bölünür iki yerə və s. Yəni ki, şuur piramidası ilə pillə-pillə aparır sizi aşağı. Heç bir karta желаний onu apara bilməz. Aydındır. Anladım. Və bu sosial şəbəkələrinizə gəldikdə isə, indi mən sizlə bir, nə bilim, 40 dəqiqədir biz danışırıq. Çox maraqlı birisiniz əslində. Çox sağ olun. Belə siz bilirsiniz, Azərbaycan, yəni bizim mentalitetdə belə bir şey var. Mən professoramsa, mən doktoramsa, yəni özünü belə yuxarıdan aparmaq məsələsi, ağır olmaq lazımdır məsələsi. Mən sizin, amma siz çox yaxınsınız
ünsiyyətdə olduğunuz insanla çox yaxınsınız. Və sizin səhifənizdə də mən gördüm ki, siz izləyiciləriniz üçün də yaxınsınız. Orada bir obraz var, siz yaylıqdasınız, qaynana obrazı. O necə gəlib sizin fəaliyyətinizə? Siz niyə qərara gəldiniz ki, mən belə başa düşürəm ki, bu bir vasitədir ki, insanlara müəyyən məlumatı çatdırasınız da, düzdür? Niyə məhz o obraz? Bilirsiniz, mənim bir kolleqam, o da kolleqam da, o Moskvada yaşayır. Səbinə Quliyeva mənə bir dəfə demişdi ki, səndə bir maraqlı dedi talant var. Nə deyirəm ki, nə talantı? Deyir ki, bəs ciddi şeyləri zarafatla, Məzəli formada. da, məzəli formada, ciddi şeyləri məzəli formada, zarafatla sən insanlara çatdırırsan. Amma əslinə qalsa dedi, sən ciddi şeydən danışırsan da orada. Zarafatla ciddi şeydən. Bilirsiniz, nə üçün məhz qaynana obrazı? Birinci, mən özüm qaynanayam. Oo, nə yaxşı. Heç demərəm. Çox sağ Heç olun. həqqi deməzdim. Çox sağ olun. Yaxşı qaynanasınız. Onu gərək mənim gəlinimdən soruşasınız. Yaxşıyam mən, yoxsa yox, onu gərək mənim gəlinimdən soruşasınız. Yəqin ki, bu verilişin nədir altında indi şərhin yazar. Hə. Zəhmət olmasa. Məsələ buradadır ki, bizim mentalitetə uyğun olaraq qaynana obrazı biraz negativ formalı obrazdır da qaynana obrazı. Amma əslinə qalsa müdrik qaynanalar var. Məsələn, mənim özümə qaynanam. Müdrik qadınlar var. Və mən fikir vermişəm ki, mənə müraciət edən xanımların ailə problemləri olanda 80%-i məhz öz problemlərində qaynananı günahlandırırlar ki, əgər o mənim ailəmə girməsəydi, əgər o mənim müstəqilliyimi pozmasaydı və s. və ilə axır mənim ailəm bütöv qalardı. Amma mən çatdırmaq istəyirəm ki, gəlinlər və qaynanalar ikisi də ünsiyyət bir insanın məsuliyyəti deyil. Ünsiyyət iki insanın məsuliyyətidir. Yəni qaynana da müdrik olmalıdır, gəlin də müdrik olmalıdır. Ünsiyyət eləmək istəyirsinizsə, ünsiyyət nə deməkdir? O Diltsin sözləri var idi. Deyirdi ki, onu presupozisiya deyirlər ona NLP-də. Dilt deyirdi ki, kommunikasiya sən başqasında yaratmaq istədiyin reaksiyadır. Əgər sən onda negativ reaksiya yaratmaq istəyirsənsə, deməli həmən hərəkəti, həmən sözləri deyirsən də. Əgər sən onda pozitiv yaratmaq istəyirsənsə, müəyyən bir şeylər deyirsən. Başqa bir şeylər deyirsən. Yadınızdadır qaynana kinosunda? Yadımdadır, baxmışam. Mən də. Çox bir kinolara baxmamışam sadəcə. Hərdən qonaqlar gəlirlər, filan kinoda mən də otururam, çalışıram yadıma salım, amma təəssüf baxmamışam, buna baxmışam. Orada nə deyir qaynana? Gəlin mənim süpürgəmdir. Harda qoydum, orada dayanmalıdır. Düzdürmü? Düzdür. Və bu inancdır. Bu inanc bizim mentalitetə uyğun bir inancdır da, başa düşürsünüz? Hamı, mən dediyim kimi, mən televiziyaya çox az baxıram. Adətən belə hardasa doom scrolling eləyirəm, əgər lentada nəsə görsəm. Görürəm ki, gəlin mənə baxmalıdır. Gəlin orada dayanmalıdır. Gəlin mənim oğlumun qulluğunda dayanmalıdır və mənim oğlumun və mənim çox üzr istəyirəm. Gəlin məyər sənin oğlunun seçimi deyil? Oğlunun seçimidir də. Deyilmi? Elədir. Oğlunun seçiminə müdrik qadın hörmətlə yanaşar. Bu oğlana tərbiyəni mən vermişəm. Əgər mən ona o tərbiyəni vermişəmsə və o həmən qızı seçibsə, deməli bu mənim də seçimim olmalıdır. Mən buna hörmətlə yanaşmalıyam. Nə gözəl dediniz. Nə gözəl dediniz. Mən belə şeyləri çatdırmağa çalışıram. Çox gözəldir. Həqiqətən də bu, əgər bu baza fikirləri biri o birisindən çıxır da, bu baza fikirləri əgər hamı özü üçün qavrasa və beynində saxlasa, mən düşünürəm ki, insanların arasında daha az anlaşılmamazlıq baş verəcək. Düzdür.
Düzdür. Tamamilə sizinlə razıyam. Bu inancları dəyişmək lazımdır. Yəni məqsəd ordadır ki, bir çox problemlər məhz əgər qadınlar müraciət eləyirsə, onlar öz problemlərində ən çox qaynanalarını təqsirkar sayırlar da. Ailə mövzusunda. Ailə mövzusunda. Ona görə də siz məhz bunu seçmisiniz. Çünki cəmaatı triggerit belə deyək də. 80% elə. Triggerit də, cəmaatı triggerit də həmən qaynana. Mənim qaynanam, mənim qaynanam, mənim qaynanam, mənim qaynanam. Tamam. Amma ingilis dilində bilirsiniz də nədir qaynana? Mother-in-law. Mother-in-law. Yəni ki, sənin O qədər zakonla müdrik. anan Hə. budur. Hə, Qaynana. elədir. Bəs elə bir sorğular olubdu ki, sizə müraciət eləyiblər. Siz baxmısınız, demisiniz, yox, mən burada sizə köməklik göstərməyəcəm. Bəli, olub. Nə kimi sorğu olmalıdır ki, siz deməlisiniz ki, yox, mən bununla işləmirəm. Əgər o psixiatrikdirsə, olub. Mən işlədiyim bütün psixoloqlar, coachlar psixiatrla işləməlidir. Bu Yönəltməlidir, psixoloqun ona bəli, görə. bu psixoloqun kodeksində yazılıb. Düzdür, çox psixoloqlar bunu yaddan çıxardırlar. Elə bir xəstəliklərmi deyim, elə bir vəziyyətlərmi deyim var ki, orada psixoloq gərək psixiatra, psixoterapevtə müraciət eləsin. Əvvəl o problemi müəyyən edib və o problemi o müəyyən edir, o görür onu. Amma onun öhdəsindən psixoterapevt ya psixiatr gəlsin, çünki orada dərman lazımdır. Dərmanlar lazımdır. Ondan sonra psixoloq və yaxud coach onunla işləyə bilər. Mən sualımı biraz başqa şey haqqında verdim. Deməli, adam tamamilə psixoloji tərəfdən, psixiatrik tərəfdən belə deyək, tamamilə sağlamdır. Sadəcə bu insanın qarşısına qoyduğu məqsəd, biz Grow'dan danışdıq da, qarşısına qoyduğu məqsəd sizin dəyərlərinizlə ziddir. Yox, mən Elə olubdu. olub. Başa düşdüm indi mən sizin sualınızı. Mənim dəyərlərimə uyğun olmayan sorğuları mən götürmürəm. Aha, götürmürsüz. Məsələn, manipulyasiya. Tutaq ki, Mən insanlarla manipulyasiya eləmək istəyirəm və yaxud da ki, qadın deyir ki, mən 3 nəfər, 4 nəfərin arasında, yəni ki, seçim eləmək yox, ona hansısa bir cavanlar indi diqqət yönəldiblər, diqqətlərini ona yönəldiblər. Seçim yox, onların 3-ünü də, 4-ünü də əlimdə saxlamaq istəyirəm, manipulyasiya eləmək istəyir. aha. Onda deyirəm, Siz- xeyir əzizim, bu yəqin ki, başqa mütəxəssisin yanına getməlisən. Bununla mən məşğul deyiləm. Çox gözəl. Təşəkkür eləyirəm bunun üçün. Belə seçim etdiyiniz üçün təşəkkür eləyirəm. Dəyərlər mütləq üst-üstə gəlməlidir. İnsan insanın üstünə gəlir də, yəni ki, insan insana görə gəlir. Onun dəyərlərinə görə gəlir. Ailə də elə qurulur. İki cavan ailə qurmaq istəyəndə onların dəyərləri, ən birinci dəyərləri üst-üstə gəlməlidir. düşməlidir. Elədir. Kimin sözü idi? Deyirdi ki, sevgi Rerixlərin deyəsən, sevgi bir-birinizə baxmaq demək deyil. Sevgi bir istiqamətdə baxmaq deməkdir. Eşitmişəm deyəsən Rerixlər. onu. Da, в одном направлении. В одном направлении. Da. Yəni ki, siz bir istiqamətdə baxmalısınız. Sizin dəyərləriniz üst-üstə gəlməlidir. Gəlməlidir. Tamam. O zaman qısaca, sonda olaraq qısaca insan nə zaman sizə müraciət etməlidir? Yəni bu məsələ ilə bağlı. Mən belə düşünürəm ki, əsas istiqamətiniz hal-hazırda budur. Bunun üzərindən işləyirsiniz. Çünki effektivdir də, mən belə başa Tək düşürəm. bunun yox, amma bunun üzərində işləyirəm. Hətta dediyim kimi mən istifadəçini özüm də aparıram. Sertifikatlıdır. Mən sertifikat da verirəm. Yəni ki, institut tərəfindən mənə instruktor kimi icazə verilib ki, institutun sertifikatlarından, o proqramdan istifadə edirəm və institutun sertifikatından başqalarına da verə bilərəm. Aha, tamam. Yəni deməli siz bunun ilkin pilləsindən söhbət gedir də, İlkin birinci modul. pilləsindən, bəli. Onun birinci modul. sertifikatını verirsiniz. Bəli. Həmçinin yəni ən çox istifadə etdiyiniz üsullardan biridir də, düz başa Bəli, düşdüm. bəli. Çünki effektivdir. Mən belə başa Effektivdir. düşdüm. Onun effektini bilirsiniz nədə görmək olar? Məndən bir dəfə soruşublar ki, o da mənim belə skeptik olan, buna skeptik yanaşan bir klientim olub.
Məndən soruşub ki, Natəman xanım, biz ona NLP ilə, McCartlarla, psixoanalizlə məşğul idik. Mənə deyir ki, Natəman xanım, siz bunu öz üzərinizdə deyir, tətbiq eləmisiniz? Vəbşə deyir, ümumiyyətlə özü biz bundan istifadə eləmisiniz? Deyirəm, əlbəttə. Deyir, bəs nə nəticəyə gəlmisiniz? Deyirəm ki, albomlarımı çıxartdım, qoydum qabağına. Dedim ki, bax, mövzuya fikir ver. Bir il mən neyrostudiya mövzusunu çəkmişəm. Neyrostudiya, moya neyrostudiya, samая lучшая neyrostudiya. Mən nə bilim, də neyrostudiyanı adlandırmışam və Okey. özümü ona kodlaşdırmışam. Deyir, "İşto?" belə. Deyirəm, qapının ağzında nə yazılıb? Neyrostudiya. Deyirəm, hə. Mən də bir növ skeptik kimiyəm. Əvvəldə o sualı sizə vermək istəyirdim ki, siz özünüz nə etmisinizmi özünüz üçün? Sonra siz deyəndə ki, bu üsulun müəllifi ilə görüşmək istəyində olmusunuz və danışdınız ki, sonda mən onunla görüşmüşəm, ona görə o sualı daha mən vermədim. Çünki bildim ki, tətbiq eləyib məqsədinizə çatmısınız. Çox şey tətbiq eləmişəm öz üzərimdə. Bilirsiniz, həkimlər adətən nə edirlər? Həkim olaraq öz üzərində tətbiq eləyirlər, sonra isə xəstəyə verirlər. Həkimlər. Məhz həkimlərdən söhbət gedir də, penisilin filan. Yəni öz üzərimdə tətbiq eləyib onu görəndən sonra mən insanlara onu tövsiyə eləyə bilərəm. Bayaqki sualımı ona görə verdim ki, insanlar hərdən həyatında çətin anlarla və yaxud çətin məqamlarla rastlaşanda və yaxud nəsə bir qabağına məqsəd qoyanda bilmirlər ki, mən bu halda hara gedim, mənə kömək lazımdır, mən kimə müraciət eləyim? Mən o sualımı ora gətirdim ki, insan hansı halda sizə müraciət etsin? Sadalayın. Məsələn, Sadalıyım. Mən deyə bilərəm ki, məsələn, məqsəd qoymaq. Sadəcə mənə artıq bu sualı vermişdilər bir dəfə ki, bəs sizin daha çox yanınıza hansı klientlər, hansı mövzu ilə gəlirlər də? Mən də dedim ki, daha çox deməzdim, sadəcə mən yəqin ki, bunu yaxşı eləyirəm. aha, Deməli, məqsədlər və məqsədlərinə nail olmaq, iş dəyişmək və s. Mənim xaricdə də klientlərim var. Onlar məsələn, ümumiyyətlə, onlarla mən onlayn məşğul oluram. Ümumiyyətlə belə deyək də, elə məqsədlər qoyurlar qabaqlarına ki, mənim üçün fərq eləmir. Nə məqsəd qoyursan, qoy günən. O sənin məqsədindir və sən ona əməl eləyəcəksən. Məsələn, mənim bir klientim var. O işdən çıxmışdı. Həkimdir özü də. İşdən çıxmışdı və pis çıxmışdı da. Yəni ki, bunu işdən çıxartmışdılar. Subdepressiyaya düşmüşdü, yaman gündə idi və s. və ilaxır. Yəni, mənə müraciət eləyəndə, daha doğrusu onun anası mənə müraciət elədi. Mən dedim ki, yox, mən belə məşğul olmuram. Özü mənə müraciət eləsin. Anasının tövsiyəsi ilə yox. öz qərarı olsun. Öz qərarı olsun, bəli. Özü mənə müraciət eləyəndə mən birinci kompüteri açanda gördüm ki, o uzanıb yerində. O şeylər var, nədir? Hamilələr üçün uzun Yastıq. belə yastıqlar. Onun üstündə uzanıb belə elə danışır mənimlə. Dedim, maybe yox. Yavaş mən səni oradan çıxardacağam. Yəni ki, o subdepressiyadan çıxandan sonra mənə dedi ki, mən elə yerlərə müraciət eləmişəm ki, iş üçündə, iş tapa bilmirəm. Məni heç yerə götürmürlər. Pis çıxıb da orada. Deyir, mənim vəkillərim bununla məşğul olurlar. Amma mənim ancaq pullarım gedir. Heç nə. Nə klinika mənə cavab verir, nə mən onlara nəsə bir deyə bilirəm də və başqa yerlərə məni götürmürlər. Biz onunla çəkdik. O işə düzəldi. Soruşacaqsınız necə? Necə? O işə düzəldi. O bir ştatda. O bir şəhərdə. Hə, tamam. Onu Reputasiyası orada fərqlidir. O onu görmürdü. O çəkə-çəkə onu gördü. O bilirsiniz, insight. O dediniz, beynin o Ay, şuur sağ altında olun. gedirsiniz. Ay sağ olun. Yavaş-yavaş onu subdepressiyadan çıxartdıq. Çıxartdıq deyirəm. Bu nədir? Mənim eqom belə danışır. Çıxartdım mı? Narsistlər kimi danışdım. Yavaş-yavaş onu deməli subdepressiyadan çıxartdım. Yavaş-yavaş onu o vəziyyətə gətirdim ki, o artıq o yastıqdan durub oturub
çəkə bilsin. Və çəkər-çəkə o elə bir insight-a gəldi ki, dedi, mən niyə görə bunu indiyənə kimi eləməmişəm? Onun o vəziyyətindən o onu görə bilmirdi. Ştatı dəyişdi, şəhərin dəyişdi, çıxdı getdi, orada indi işləyir. Nə məqsəd? Münasibətlər, Münasibətlər. məsələn, çoxdur elə toksik münasibətlər. Mən ondan da danışıram Instagramda, toksik münasibətlər. Mən heç nə eləyə bilmərəm, mən deyə bilmərəm kliyentimə ki, bilirsən sənin münasibətin toksikdir. Boşan. Xeyr, get boşan. Elə deyə bilmərəm. O gərək özü görsün onu. Sadəcə çəkir, ya NLP, ya bunları birləşdirirəm, ya McCartla üzəriyə çıxardıram və o artıq özü gəlir o Düzgün yola məqsədə, görür. o məqsədə ki, bu münasibətlər toksikdir, onu görür, dəyişir, xoşbəxtliyinə doğru gedir. Olub elə, çox olub. Dediyim kimi subdepressiv vəziyyətlər, depressiyanı yox, depressiyanı mən göndərirəm işlədiyim psixiatrın yanına, amma subdepressiv vəziyyətlərdən çıxardıram. Panik atakalar, panik atakalardan, bax belə. Aydındır. Çoxdur, mövzular çoxdur. Yəni mən nəyə görə deyirəm? Mən sizin praktikanızdan da o qədər, yəni sual statistikadan deyildi. Sual ondaydı ki, məsələn statistika o siz yaxşı dediniz, nə eləmişəmsə onun üzərinə gəliblər. Məhz sual ondadır ki, ola bilsin siz hal-hazırda məsələn toksik münasibətlərdə ixtisaslaşmısınız. Ər-arvad münasibəti, qaynana və s. ailə içində. Lakin məqsədə doğru getmək, məsələn, yaşayış yerini dəyişmək və yaxud nəyinsə məsələn, yəni bu da bir məqsədin bir növləridir. Bəlkə siz orada da mütəxəssissiniz, amma cəmaət heç bilmir ki, bu sualla sizə müraciət eləyə bilər. Mən ona görə soruşdum ki, yəni insan oturub məsələn hansı an olmalıdır ki, o desin neyniyim? Amma desən hə mən Natavan xanımın yanına müraciət eləyim. Nə vaxt ki, nə zaman ki o sualı özünə verir, neyniyim? Yadına Natavan xanım düşsün. Супер! Какой ответ! Красотка! Спасибо. Super. Depressiyadan subdepressiya arasında siz əvvəldən elə bizim danışmağımızdan əvvəldən onu istifadə eləyirsiniz. Mən çox da rastlaşmamışam o terminlə subdepressiyadan. Mən bilirəm ki, depressiyanın özü əsl mənasında o psixiatrik xəstəlikdir. Onu hətta klinikada belə müalicə eləyirlər. İndi biz öyrəşmişik də, bizim dilimizə düşüb ki, mən depressiyadayam da, belə deyək. Bu subdepressiyadan depressiyanı nə fərqləndirir? Bir çox testlər var ki, Bu mənim üçün bir sual. biz öyrəşmişik, siz dediyiniz kimi, biz öyrəşmişik, apatiyaya düşürük. Halımız biraz dəyişir. Mən depressiyadayam. Ay, sağ ol. Məsuliyyəti öz boynuma götürmürəm, çünki mən depressiyadayam. Bax, bu vəziyyətlərə subdepressiya deyirlər. Burada dərman, əsas dərman lazım olmur. Antidepressantlar lazım olmur. Antidepressantlar ancaq depressiya zamanı. Depressiya ağır psixiatrik xəstəlikdir. Burada dərmanlarsız mümkün deyil. Subdepressiya isə nə cür tutalım biz bilirik də. Testlər var da, Beck testi məsələn. Testlərdən keçirdirik suallarla bu insanı və orada müəyyən olunur ki, bu depressivdir, yoxsa subdepressivdir. Yəni ki, depressiyaya yaxın vəziyyət. Hə, yaxın vəziyyət. Yüngül forması da belə deyək. Yüngül forması da. Aha. Bir də ki, siz bayaq dediniz ki, narsisizm kimi danışdım. Adam öz haqqında biz deyəndə narsiz üzə çıxır. Yoxsa nə deməkdir o? Qorxdunuz? Maraqlı gəldi mənə. Məsələ burasındadır ki, mən başa düşmürəm, niyə görə insanlar narsistlərdən qorxurlar? Narsistdir o. Mən də anlamıram əslində. Narsistdir. Bu onun belə deyək də Həyat tərzidir. Həyat Özünə yanaşmasıdır. Tip lichnosti də, şəxsiyyətin tipidir də bunun da narsist. Başqa bir nədir məsələ var burada. Başqa bir sual yaranır ortalıqda da. Niyə sən özünü uşervni hiss eləyirsən onun yanında? Sən niyə özünü onun yanında uşervni? Narsistlər belə bir ifadə var da. Deyirlər ki, narsistlər bu dünyada nə gözəl şeylər varsa, onları narsistlər yaradıb. Nə gözəl şeylər varsa. Bəli, onlar estetik cəhətdən
gözəl şeyləri sevən insanlardır da Biz narsistlər. deyə bilərik ki, o piramida Maslow'un sonuna qədər gəlib çatıblar. Narsistlər həm də o dahi insanlar narsistlər ola bilər. Ne to, что burada çatıblar ora. Onlar bəlkə də onların əsərlərini siz oxuyursunuz, narsistlərin. Sadəcə o tip lichnosti deyirlər, şəxsiyyət tipləri də, onlar bir-birlərinə uyğunlaşanda, narsistlər də kimlənsə uyğunlaşır da, şizoidlə məsələn. Onlarla uyğunlaşanda normal bir-biri ilə ünsiyyətdə ola bilirlər. Mən məsələn, şəxsən məni götürsək də, mən narsistlə çox yaxşı dil tapa bilərdim. Baxmayaraq ki, mən nevrotikam. Mən çox yaxşı dil tapa bilərdim. Sadəcə mən bilirəm onun dilini. Siz indi terminlər istifadə edirsiniz və mən sizinlə o daha bir saat danışmaq istəyirəm. Deməyim odur ki, qorxmayın narsistlərdən. Onlar da elə onların da şəxsiyyət tipi odur da, narsistdir. Sadəcə özünüzə sual verin. Niyə mən bu insanın yanında özümü qiymətsiz hiss eləyirəm? Çox gözəl sualdır. Çünki məndə də heç vaxt belə kimsə deyib ki, filan kəs narsistdir. Okay. Sonra mənə nə aidiyyəti olsun da öz İndi yaxşı həyatımda onunla dil taparam. Vəbşi problemi yox. Bir də ki, mən bilirəm ki, narsistlərlə manipulyasiya eləmək çox asandır. Narsistlər Axı onlar özlərinə baxırlar, ətrafa baxmırlar. bilirsiniz necə? Narsistlər manipulyasiyanı çox yaxşı hiss edirlər. Onlarla manipulyasiya eləyən insana mən insanı alqışlayıram. Bir dəfə bir narsist mənə sual vermişdi. Mən düzdür manipulyasiyadan istifadə eləyirdim onda. Nəsə bir səhv buraxdım da. Mənə sual verdi ki, siz indi manipulyasiya eləyirdiniz. Elə də bilirsiniz necə təəccüblə mənə onu dedi ki, necə yəni sən məni ilə manipulyasiya eləyirdin, məni ilə. Mən biraz özümü belə necə deyim, o ruslar deyirlər, duruçka. Nə danışırsınız? Mən? Heç vaxt. Sizlə manipulyasiya eləmək olar. Bu da bir manipulyasiyadır. Sizlə manipulyasiya onlar o saat belə düz Aha. otururlar, o saat belə olur. Aha. Bu da bir manipulyasiyadır da, Elədir. düzdürmü? Düzdür. Bu da bir manipulyasiyadır. İnsandırlar da. Amma yenə də yaddan çıxartmayaq ki, ən gözəl şeyləri o məhz narsistlər yaradıblar. Aydındır. Natavan xanım, təşəkkür eləyirəm. Buyurun, Mən mən də bugün nə qədər yeni məlumat əldə elədim. Mən düşünürəm ki, bizim izləyicilərimiz də çox şad oldular bizim bu buraxılışımıza görə. Bizə təşəkkürlərini bildirəcəklər. Mən buna əminəm. Çünki həqiqətən çox maraqlı oldu və həm bu üsul məni təəccübləndirdi. Mən özüm də istifadə eləmək istəyərdim. Yəni sizinlə daha da 1 saat, 2 saat ünsiyyətdə olmaq Çox sağ mənim ol. üçün çox xoş olardı. Çünki siz elə bir şeyləri danışırsınız ki, məndə suallar yaranır dəlşə. Amma izləyicilər də yəqin ki, yorular. Sizi də çox yormayım. Çox sağ olun ki, siz bu fəaliyyəti Azərbaycanda implementasiya eləyirsiniz. Çox sağ olun ki, başqa adamları öyrədirsiniz. Çünki bir çox mütəxəssislər özlərində sıxıb saxlayırlar, saxlamırsınız, kimisə öyrədirsiniz. Heç olmasa bir dənə modul artıq o da çox gözəl bir belə deyək də fəaliyyətdir. Və çox sağ olun bugünkü mənimlə 1 saat vaxtınızı keçirdiniz. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Çox sağ olun Anita xanım. Sizin auranıza görə, siz məni bura dəvət elədiyinizə görə, marağınıza görə, tamaşaçılarınıza da bağışlayın. Təşəkkürümü bildirirəm ki, kim axıra qədər oturub qulaq asdı onlara. Təşəkkürümü bildirirəm ki, belə üsulla maraqlanırlar, baxırlar. Mən çox istəyərdim ki, professional tərəfdən bu üsul professional tərəfdən bu ölkədə tanınsın. Çünki başqa ölkələrdə tanıyırlar bunu professional tərəfdən də. Bizdə isə
Barmaq arası Barmaq baxırlar. arası baxırlar. Mən ümid eləyirəm ki, həm də bizim verilişimizdən sonra da insanlar həqiqətən də onlarda maraq yaransın. Onlar sizə mütləq yazacaqlar. Çünki Natavan xanımın səhifəsini biz qeyd eləyəcəyik. Siz keçid eləyə bilərsiniz. İzləyin, suallarınızı verin, Natavan xanıma müraciət eləyin və çox sağ olun ki, bizi dinlədiniz. Göz-gözə şou verilişindəsiniz. Əgər bəyənirsinizsə bölüşün. Əgər bizi kritika eləmək istəyirsinizsə, Mənim yanıma buyurun. gəlsinlər. Kritika eləmək istəyirlərsə mənim yanıma gəlsin. Buyurun, bizim üçün xoşdur. İstənilən rəy bizim üçün xoşdur. Sağ olun. Çox sağ olun. Sağ olun.